Universitetdə son günümüz və birlikdə diplomlar təhvil almağa gedirik. Və yaxın dostlarımızla bir yerdə götürəcəyik. Onlar işdən gəldikləri üçün biraz gecikirlər. İlk öncə kafeteriyaya gedib arayışlarımızı alırıq. Arayışları aldıqdan sonra isə diplomları təhvil almaq üçün sıra götürürük. Və bu güzgü universitetimin ən sevdiyim güzgüsüdür. Sonra isə... Hara gedirik birinci? Birinci mühasibatlara gedirik. Axat hesab sərkatımız var. Birinci bunları imzalatdırırıq. Bir də yürüyüşmə borcumuz var. Sonra keçirik kitabxanaya. Nişanlı məskəlidə olduğu üçün onun da diplomunu mən təhvil götürməli idim və onun üçün də arayış aldım. Diplom üçün demək olar bütün universiteti dövr edib hamıdan imza aldıq. Sonra isə digər dostlarımız da gəldi. Əvvəlcə kafedradan, sonra mühasibatlıqdan, sonra kitabxanadan, sonra isə dekanlıqdan imzamızı aldıq. Burada artıq növbəmizi gözləyirik və axırki diplomları aldıq. Son dəfə Adonsunun məşhur yarı-yarısını yeməyə gəldik. Əminəm ki, universitetin ən çox böyük hissəsi üçün darıxacam. Yeməklər məncə həqiqətən çox dadlı olur və burada da son kadrlar. Biz bitirdik.